Değerli izleyicilerimiz, bugün çok maraqlı bir mövzu hakkında danışacağıq. Ekzimer lazı və hamiləlik. İlk növbədə söyləmək lazımdır ki, hamiləlik vaxtı və südəmər dövrdə ekzimer lazer əməliyyatları icra etmirik. Digər bir məsələ var ki, ekzimer lazer əməliyyatları icra etmişiksə və sonradan hamiləlik baş vermişsə, gözlərimiz yenidən zəifləyə bilərmi? Adətən belə bir durum müşahidə olunmur. Belə ki, lazer korreksiyası zamanı göz zəifliklərini tamamilə aradan qaldıra bilirik və sonradan hamiləlik görmə zəifliyimizə təsir etməz. Bəzən olur ki, hamiləliyin son aylarında orqanizmdə gedən hormonal disbalans nəticəsində müvəqqəti görmənin zəiflənməsi, bulanmaların əmələ gəlməsi baş verə bilər. Amma bu durumlar sizi narahat etməsin. Çünki uşaq dünyaya gələndən sonra ilk 2 ay ərzində hormonal disbalans düzəldikcə görmənin artması və maksimala çatması baş verir. O baxımından, əgər siz ekzimer lazer əməliyyatları düşünürsünüzsə, bütün övladlarınızı dünyaya gətirəndən sonra 35-40 yaşlarında bu işləri saxlamayın və əməliyyatlarınızı rahatlıqla icra edə bilərsiniz. Bu və digər mövzularda maariflənmək üçün mütləq kanalımızı izləməyi davam edin.